Alimlər yerdən təxminən 330 işıq il uzaqlıqda yerləşən HD 100.453 adlı ulduzun ətrafında qazların tərkibində metanol və onun izotoplarını aşkar ediblər və bu da spirtin planetin özünün və planetdəki həyatın əmələ gəlməsində iştirak etdiyini göstərir. Bu barədə Life Science nəşri məlumat verib. Bu ilk haldır ki, tədqiqatçılar HD 100.453 kimi gənc ulduzun diskində metanol izotopları tapıblar. Metanol həyatı üçün vacib olan amen turşular kimi üzvü birləşmələrin tikinti materiallarıdır, deyən nəşr yazıb. Bildirilib ki, belə bir kəşf yer kürəsində həyatın meydana gəlməsini izah edir. Bundan əlavə, tədqiqatlar təsdiq edir ki, bir neçə milyard il əvvəl kometalar planetimizə üzvü materialların çatdırılmasında mühüm rol oynayıb. Nəşrin məlumatına görə bu cür nəticələrə Çilidə Atakama alma interferometrindən istifadə edərək gəlinib. Nəşr bildirir ki, alma yaxınlığındakı protoplanetlər disklərində qazın kimyəvi tərkibini və paylanmasını əks etdirir.